Şeyx buyurur ki, əgər deyir, sən düşünsən bu hədis haqqında, insan düşünsə bu xəstəliklər haqqında, görər ki, bunların başı, həmən bu xəstəliklərin hamısının, orada qeyd olunan problemlərin hamısının başı dünya ilə məşğul olmaqdır. Dünya ilə məşğul olmaq və onun fitnəsinə düşməkdir. Başqalarından getmir də söhbət, məhz bizdən gedir söhbət. Yəni, bizim ümmətin halı o haldadır ki, onun dünyadan başqa, dünyalıqdan başqa, dünya nemətlərindən başqa bir qayğısı, bir məqsədi yoxdur. Bildiyi də elə budur, dünyanı əldə etməyin yolları, qayəsi də budur, məqsədi də budur. Və halbuki, Peyğəmbər sallallahu aleyhi və səlləm, bax, bundan da Allaha sığınır. Baxın, dualarının birində Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allahümmə lə təc'alid-dünya əkbərə həmminə və lə məbləğə ilminə. Allahım deyir, dünyanı mənim ən böyük dərdim etmə. Ən böyük qayğımı, ən böyük dərdimi dünya etmə. Və bildiyim də yalnız o etmə. Yəni, insanın tək bildiyi, tək dərdi səri dünyadır. Bilmir onu necə əldə eləsin, amma halbuki nədir? Dünya əldən gedəcək olan bir maldır. Dünyalıqdan hər bir şey, nə istəyir olsun, əldən gedəcək. Hansı ki, yəni, bu dünya öz əhlini, kim ki onu əldə eləyib, onunla qürurlanır, qürurlandırır insanları, yalancı bir qürur. Və halbuki bu, onun əlindən bir gün çıxıb gedəcək və onun üçün heç nə qalmayacaq. Bax, nə sən dünyaya qalassan, nə də dünya sənə qalacaq. Nə sən dünya üçün qalassan, nə də dünya sənin üçün qalacaq. Və şeyx buyurur ki, biz fikir versək görərik ki, keçmiş ümmətlərdən nə qədəri həmən bu acgözlüyü, bu tamahı, bu dünya sevgisi, dünya malı qazanmaq üçün hərisliyi onları həlak eləyib. Məhv olub onlar buna görə. Çünki onların məqsədi nə idi? Ancaq dünyalığı əldə eləmək və bildikləri də buydu, dərdləri, sərləri də ancaq buydu. Az öncəki hədisdə də Peyğəmbər sallallahu aleyhi ve sellem bax bunları keçmiş ümmətlərin xəstəlikləri adlandırdı. Səyusibu ümməti dəul uməm. Ümmətimin başına digər ümmətlərin xəstəliyi gələcək. Ona görə deyir, özü üçün xeyir istəyən hər bir kəs, ağıllı insan özü üçün xeyir istəyər, qardaşlar. Ağıllı insan özü üçün xeyir istəyər. Özü üçün xeyir istəyən hər bir kəs deyir, bu hədisi eşidəndə həmən bu hədisdə bildirilən həmən bu bəlalardan, həmən bu xəstəliklərdən qorunma yollarını axtarmalıdır. Ki, özünü bunlardan qorusun, həlak edici bu xəstəliklərdən. Hansı ki, bunu Sadiq-ül Masduq Muhammed sallallahu aleyhi və səlləm bizlərə xəbər verib. Ki, yəni bu, mənim ümmətin başına gələcək. Biz də bu ümmətin fərdləriyik, özdə sonradan gələnlərdən. Yəni, bu o deməkdir ki, bizim içimizdə bu xəstəliklər çox yayılıb. Dünya ilə, aldadıcı dünya ilə məşğul olmaq, onun bərinə, bəzəyinə aldanmaq, onu əldə etməkdən ötürü gecə-gündüz qəflət içərisində çalışmaq. Bu da gətirir, nəticədə insanı nə edir? Həmən o xəstəliklərə gətirib salır. Bax, səbəb budur yəni. Nə Allah Azza və Cəllə Quran-ı Kərimdə deməyib, nə Peyğəmbər sallallahu aleyhi ve sellem sünnədə deməyib ki, dünyadan tamamilə üz çevirmək lazımdır. Buradakı məsələ, bax, o Peyğəmbər sallallahu aleyhi ve sellem duasındakı ki, mənim ən böyük dərdimi dünya dərdi etmə. Bax, problem buradadır. Kim ki ən böyük dərdini dünya dərdi eləyir, həmən o 6 xəstəlik nə eləyir? Onun başına gəlir. Bəli, həmən o hərislik. Neymətə qarşı küfr etmək. Yəni, əlindəkini nə etmək? Qədrini bilməmək, dəyərini bilməmək. Daim daha çoxunu istəmək. Və daha çox əldə etdikcə də tuğyanının artması, həddini aşması, çoxlu mal toplamaqla öyünməsi, buna həris olması və nəticədə bu dünyanı əldə etməkdən ötürü qardaşın ticarəti üzərinə ticarət, onun satışını üzərinə satış və sair qiymətləri süni şəkildə qaldırmaq və bunun nəticəsində ortaya nə çıxır? Bir-birinə nifrət, qəzəb, sonra həsəd, hamısı bunun üstündədir. Hamısı, qardaşlar, hamısı o dünyanı əldə etməkdən ötürüdür. Həsədkar niyə görə həsəd edir? Sələflər deyir, əl-həsidu aduvu ni'mətillah. Həsədkar deyir,
Allahın nemətinin düşmənidir. Yəni həsəd nədir? Yəni qardaşında olan nemətin ondan getməsini istəməsi və ondan gedib özünə gəlməsini istəməsi. İbn Seymiyyə rahimehullah deyir ki, hətta mücərrədən qardaşında olan neməti sevməməsi bu da həsədin bir növüdür. Məsəl üçün sən biləndə ki, sənin qardaşın sənə həsəd edir. Sən ona sevgin artacaq, yoxsa nifrətin artacaq, düzdür? Və ya kimsə sənin yanında malınla, mülkü ilə, çoxluqla öyünəndə nə olacaq? Nifrət artacaq. Və bir-birinə hamısı bağlıdır. Bir-birinə hamısı bağlıdır. Bunların hamısının başı nədir? Dünya sevgisi, dünya nemətləri üçün çalışmaq və dərdinin, qəminin ancaq o olmasıdır. Və kimdə də bu xislətlər cəm olarsa, Peyğəmbər sallallahu əleyhi və səlləm axırda nə dedi? Hətta o həddi aşar və zülmə dalar, düzdür? Niyə? Bu şeyləri əldə etməkdən ötürü. Artıq o bu hala düşəndən sonra halala, harama fikir verməz, qul haqqına fikir verməz. Hətta insanların qanını belə bu yolda hədər eləyər. Kimisə qanını belə. Həddi aşar, onların malını qəsb eləyər, haram yolla əldə eləyər və bunun cəzasını da heç düşünməz, qorxmaz bundan ki, bunun nəticəsi nə olacaq. Axırda o Peyğəmbər sallallahu əleyhi və səlləm bildirdi, əl-bəği və həmən odur. Bax, zülm, həddi aşmaq, ədalətsizlik etmək, hansı yolla olursa olsun, həmən o fani, bax qardaşlar, fani, sənə qalmayacaq olan dünya malını əldə eləməyə çalışmaq. Halbuki nə sən ona qalarsan, nə də sənə, o sənə. Ona görə hər bir müsəlmana deyir, vacibdir ki, bu xəstəliklərdən özünü qorusun. Bədənvi o xəstəliklərdən qoruduğundan daha şiddətli bir şəkildə bundan məşğul olmalısan. Və bilməlisən ki, səni bu xəstəliklərdən və sən bilməlisən ki, səni bu xəstəlikdən ancaq Allah qoruya bilər. Düçar olmusansa, yalnız Allah qurtara bilər. Ona görə yenə də nə etməlisən? Sən yenə də Allaha yönəlməlisən, Allaha bağlanmalısan. Allahın səni bu bəlalardan qorumasını istəməlisən. Hansınasa birinə düşmüsənsə, təmizlənməyi yenə də Allahdan istəməlisən. İndi burada maraqlı bir dənə məqam var, qardaşlar. Şeyx oranı da qeyd edib. Təsəvvür edin, bax, bugünkü dünyanın bu halını, insanların halını, ümmətin halını və digərlərini heç demirik. Bir gün bunların hamısı bitəcək, qardaşlar. Bir gün gələcək, o xəstəliklərin hamısı aradan qalxacaq. İnsanlar bir-birinə həsəd etməyəcək, insanlar bir-birinə nifrət etməyəcək, insanlar bir-birinin paxıllığını etməyəcək, insanlar malla şükür edəcək. Bax, Peyğəmbər sallallahu aleyhi ve sellem yenə sadiqul məsduq, doğru danışan, və ma yantiqu anil hava in huwa illa vahyin yuha, o öz nəfsi istəyindən danışmır, onun danışdığı ancaq ona təlqin edən bir vəhidir. Həmən o Muhammed sallallahu aleyhi ve sellem xəbər verir ki, Sahih Müslimdə gəlir bu hədis, Əbu Hüreyrədən. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem, Vallahi ləyənzilənə ibn Məryəm həkəmən adilən. Allaha and olsun ki, Məryəm oğlu ədalətli bir hakim olaraq yer üzərinə inəcək. Fəlyəksirannəs salib. Xaçı qıracaq. İsa aleyhissalamın adına nisbət edirlər də xaçı, çarmıxa çəkildi iddiası ilə və orada bidətlər, şirklər, küfürlər. İsa aleyhissalamın ilk işlərindən biri olacaq. Həmən o xaçı qıracaq. Və ləyəqtulennəl xinzir. Donuzu öldürəcək. Və ləyədəannəl cizyə. Cizyəni tətbiq edəcək. Və lətutrakənnəl qilasu fələ yus'a aleyhə. Həmən bu zaman deyir, dişi dəvələr başıboş buraxılacaq. İnsanlar onlara tərəf səy etməyəcək. Onu əldə etməkdən ötürü heç rəğbətləri də olmayacaq. Dişi dəvələr. Ən dəyərli, həmən zamanda insanlar üçün ən dəyərli bir mal idi. Bəli, dünya malı idi. Çünki dişi dəvə bala verəcək, artacaq, südü olacaq, daha üstündür, daha dəyərlidir. Onu qorumaqdan ötürü, onu əldə etməkdən ötürü insanlar daha çox əzm edirdilər, daha çox səy edirdilər. Və Peyğəmbər sallallahu aleyhi ve sellem onu bildirir ki, onun ardınca qaçmayacaqlar, tərk eləyəcək. Bax, indi fikir ver. وَلَتَذْهَبَنَّ الشَّحْنَاءُ وَالْبَغْضَاءُ وَالتَّحَاسُدُ. Düşmənçilik, paxıllıq, nifrət, həsədkarlıq hamısı çıxıb gedəcək. Aradan qalxacaq hamısı. وَلَيَدْعُوَنَّ إِلَى الْمَالِ فَلَا يَقْبَلُهُ أَحَدٌ. Mala dəvət ediləcək
kimsə ki, gəl götür bu malı, onu deyir, heç kim qəbul etməyəcək. Baxın, qardaşlar, Ravahu Muslim. İmam Muslim rəvayət edib bu hədisi. Əzəmətli hədisdir, sahih hədisdir. Və bu qiyamətin əlamətlərindəndir həmçinin. Niyə görə belə olacaq, qardaşlar? Çünki, bax, deyir, insanlarda dünya malı o qədər bollaşacaq ki, o qədər həmən o dünya malı insanlar arasında geniş bir şəkildə yayılacaq ki, hətta onun ardınca heç kim qaçmayacaq. Və ədalətli hakim, rəhbər İsa aleyhissalam da nazil olacaq, ədalətlə hökm verəcək və bu bolluq, bərəkətlik səbəbi ilə, bax, bolluq, bərəkətlik səbəbi ilə, ədalət səbəbi ilə və insanların o dünya malının ardınca qaçmamasının səbəbi ilə həsədkarlıq yox olacaq. Bir-birinə nifrət yox olacaq. Düşmənçiliklər yox olacaq. Bax, ən əzəmətli məsələ düşmənçilik. Xalqların bir-biri ilə savaşması, insanların, qövmlərin, tayfaların bir-birinə savaşması həmişə bax bu mal üstündə olub, qardaşlar. Bu dünya mal üstündə. Artıq o aradan qalxacaq. Subhanallah elazim. Görün, necə bir əzəmətli bir xəbər. Amma hal-hazırda biz bunun içərisindəyik. Hal-hazırda bu problemin biz içərisindəyik. Bunun da fərqində olmalıyıq ki, bu hal-hazırda davam edir. Həsəd də var, düşmənçilik də var. Bəli, bir-birinə nifrət və s. Dünya malına hərislik, Allahın verdiyi neymətlərə qarşı naşükürlük, Allah neymət verdikdə isə bununla öyünmək, həddi aşmaq. Və bunlar hamısı hal-hazırda var. İllə mən rahiməhullah. Allahın rəhm etdiyi qullardan başqa. Allah bizləri onlardan etsin. Ən əzəmətli məsələlərdəndir, qardaşlar. Ən əzəmətli. Bax, dünya bunun içərisində bugün çalxalanır. Bu hal üzərədir. Bütün insanlar demək olar ki, bu hal üzərədir. Bu hal ən yüngül formada bizim ümmətdədir. Və o ümmətin içərisində də kimlərsə var ki, bu bəlalardan salamatdır. Var bu cür salamat insanlar. Allah bizləri də onlardan etsin. İstəyəndə bax, bu cür əzəmətli dualar etmək lazımdır. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem dua edir ki, Allahım, ən böyük dərdimin dünya olmasından sənə sığınıram. Məni qoru. Hamının dünya sıxıntıları var, hamının qəmi, o şeyləri, hamının narahat edən məsələlər. Amma ən birinci olmamalıdır. Ən birinci sənin imanın, dinin olmalıdır. Qəlbin salamatlığı olmalıdır. Halal qazanmaq olmalıdır. Ən birinci dərdin, qəmin, ən böyük səyin bu olmalıdır. Baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm dünya nəyə bənzədir, qardaşlar? Yəni, bu insanın, belə deyək də, yaradıldığı bir fitrətdir deyim. Bu insanın yaradılışı bu üzrədir. Və Allah Azze və Cəllə insanı bax, bu cür şeylərlə imtihana çəkir. Bu dünya imtihan dünyasıdır. Bizi yaradan bu şeyləri hamıdan yaxşı bilir. Bax, nə deyir Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə? İnnəd dünya hulvatun xadira. Həqiqətən deyir, dünya yaşıl, şirindir. Və alimlər şərhdə gətirirlər ki, yəni yaşıl bir meyvə kimi, təzə, şirin eyni zamanda. Və yaxud da bir göy-göyərtilər və s. ən dadlı, ən qəşəng. Bax, dünyanı ona bənzədir Peyğəmbər sallallahu aleyhi ve sellem. Şirin bir meyvəyə. Və innallaha mustaxlifukum fiha feyandura keyfə ta'malun. Və Allah Azze və Cəllə sizi deyir, həmən o neymətlərə, həmən o dünyada sizi xəlifə edəcək. Sizin ixtiyarınıza verəcək onları hamısını. Baxsın ki, görüm nə edəcəksiniz siz bununla. Baxın, qardaşlar, imtihan da hamısı. Fəttəqud dünya vəttəqun nisə. Ona görə deyir, dünyadan da, qadınlardan da qorun. Özünüzü qorxun bundan, bu fitnədən. Dünyadan və qadın fitnəsindən. فَإِنَّ أَوَّلَ فِتْنَةِ بَنِي إِسْرَائِيلَ كَانَتْ فِي النِّسَاءِ. Həqiqətən deyir, İsrail övladların, Bənu İsrailin ilk düşdüyü fitnə qadın fitnəsi idi. Ravahu Muslim. Bu hədisdə İmam Muslim rivayət edib, qardaşlar. Səhihdir. İbnül Qayyim rahimehullah deyir ki, insanın axirətə rəğbət edib dünyaya qarşı zahid olmasının müəyyən əlamətləri var. Bunlardan ən əzəmətlilərindən ikisini deyir. Bildirəcək. İki baxış var ki, həmən o iki baxışı düzəltməyincə, doğrultmayınca dünyaya qarşı zahid olub axirətə rəğbəti ola bilməz. Mütləq bu ikisini gerçəkləşdirməlidir. Birincisi dünyaya baxış. Birincisi dünyaya baxışdır. Dünyaya baxışını
yəni dünyaya baxışını doğru etməlidir. Bilirsən, məsələ budur. Dünyaya hamı baxır. Amma o dünyaya sənin baxışın doğru olmalıdır, real olmalıdır. Real bir baxışla baxmalısan bu dünyaya. Dünyaya baxış zamanı, realını baxış zamanı nə çıxır ortaya? Sürətli bir şəkildə aradan getməsi və fani olması, yox olması, naqisləşməsi və onun əslində dəyərsiz olması. Yox olacaq. Tez gedir, tez keçir gedir, əldən tez çıxır həmin o nemətlər. Fanidir, yox olur, naqisləşir və eyni anda o nədir? Dəyərsizdir. İnsanlar onu əldə etməkdən ötürü nə edirlər? Acı çəkirlər. Hərisdilər, o isə nədir? Əldən gedir. İnsanlar onu əldə etməkdən ötürü nə edirlər? Acı çəkirlər, sıxıntı çəkirlər, dərd çəkirlər, qəm çəkirlər. Bax, burada 3 dənə şeyi qeyd edir şeyx. Fikir verin, gör nə gözəl şey, müxtəsər deyəcəm. Deyir ki, insanlar onu əldə etməkdən ötəri sıxıntı və acı çəkirlər. Qəm çəkirlər. Çünki dərdi səri ancaq odur. Bu bir. 2. Əldə edəndən sonra yenə narahatçılıq onda olur. İtirmək qorxusu. Yenə itirmək qorxusu. Oğruyarlar, tələf olar, yanar, batar və s. İtirəndən sonra da hamının əlində qalmır ki, yenə də kimdənsə itir, gedir, batır. Yenə də qəm, kədər, həsrət, sıxıntı. Bax, bu dünya belə bir şeydir, qardaşlar. Dünyaya gerçək baxış budur. Əldə etməkdən ötürü yorğunluq, ağrı, acı, kədər, fikir, dərd, qəm əskik olmur. Əldə eləyənlər elə bilirsiniz bu dərddən, qəmdən, kədərdən qutardığı yox. Əldə eləyənlər artıq itirmək qorxusu, itirmək əndişəsi. Hərənin bir dərdi var. Amma bu dünya malının həmin o şeyi, dərdi də belə deyək, bitmir, qardaşlar. Əldə etməkdən ötürü dərd, kədər, qəm, sıxıntı, yorğunluq, əldə edəndən sonra onu qorumağın əziyyəti, sıxıntısı, stresi, itirəndən sonra da həsrət və üzgünlük, kədər. Bu dünyanın halıdır, qardaşlar. Bu birinci, dünyaya baxış. Ahirəti rəğbət göstərmək üçün və dünyadan da zahid olmaq üçün, dünyanın da gerçək qiymətini bilməkdən ötürü, dəyərini bilməkdən ötürü ona qarşı, yəni sənin ən böyük dərdin olmamasını istəyirsənsə, bu iki baxışı gerçəkləşdirməlisən. Birini baxdıq, dünya. Dünyaya real qiymətini verməlisən. İkincisi də sənin ahirətə baxışındır. Bəs ahirətə bax. Dünyadan keçib gedirsən ahirətə, düzdür? Bunun baxdıq. Bəs ahirətin real qiyməti nədir, dəyəri nədir və yaxud da o doğru baxış ona necədir? Bax, ahirət gəlir və onun gəlməsi mütləqdir. Sən mütləq o ahirətə doğru gedirsən və o sənə gəlir, düzdür? Və gələcək. Bu birdir. 2. Dünya fanidir. Bu isə davamlıdır. Davamlı olacaq, fani deyil, əbədidir. Və orada olan o xeyirlər daha üstündür, daha şərəflidir. Cənnət və içindəki o nemətlər. Necə ki Allah Azza və Cəllə Ə'la surəsi 17-ci ayəsində buyurur ki: "Vəl-əxiratu xayrun və əbqa." Axirət isə daha xeyirli və daha davamlıdır, əbədidir. Bax, bu da axirət baxışıdır, qardaşlar. Daimi, kamil xeyirlər. Yox olmayacaq, naqisləşməyəcək, kamildir və əbədidir. Bu iki baxış, bu iki baxışı deyir insan gerçəkləşdirəndə onun dünyaya realını, belə deyək, dünyaya qarşı həmin o zahidliyi hasil olması mümkündür.